Salamu aleykum. Allahın rəhməti, bərəkəti, məğfirəti, gözəlliyi, lütfu sizin üzərinizə olsun. Evinizdən huzur, bərəkət, gözəlliyi əksik olmasın. Evinizdən hər zaman Allah səsi gəlsin. Hər zaman Allah qorxusu olsun. Vicdan, mərhəmətli bir insan olasınız hər zaman həm insanlar qarşısında, həm Allah qarşısında. Demək, 32-ci söhbətimiz olacaq. Demək, şəhidimiz yenə də bugünkü şəhidimiz Hüseynov Əli. Allah rəhmət eləsin, Allah məkanını cənnət eləsin. Deməli, İslamda bugünkü mövzumuz olacaq. İslamda hüsnü zənn və sui zənn haqqında. Hüsnü zənn, yəni gözəl düşünmək. Gözəl niyyətli olmaq həm insanlar haqqında, həm Allah qarşısında. Bu da hüsnü zənn öz arasında ikiyə ayrılır. Bir, deməli, Allaha qarşı hüsnü zənn, yəni Allah məni bağışlayacaq, Allah mənə mərhəmət edəcək, Allah mənim bütün günahlarımı əfv edəcək. Hər zaman belə bir təsəvvürdə, belə bir niyyətdə olmaq. Allah haqqında belə düşünmək. Bir də var insan haqqında hüsnü zənn. Yəni bu da insanlar gözəldir, gözəl niyyətli olmaq, gözəl düşünmək, insanlar haqqına girməmək və hər zaman gözəl niyyətli olmaq. Subhanallah. Gəldi sui zənn. Sui zənn də pis niyyətlik, yəni pis düşünmək, pis təsəvvürdə olmaq, deməli dəlili, sübut olmadan insanlar haqqında pis düşünməyə deyilir. Bu da öz arasında ikiyə ayrılır. Bir, deməli, Allaha qarşı sui zənn, bu da Allah məni bağışlamayacaq, Allah məni əfv etməyəcək, Allah məni cəhənnəmdə əzab verəcək. Belə bir niyyətli olmaq hər zaman, pis düşünmək. İkincisi, insan haqqında sui zəndə, bu da insan haqqında pis düşünmək, insanlar, demək, yenə deyim, dəlili, sübutu olmadan onun haqqına girmək, pis düşüncədə olmaq. Allah subhanət hələ bizim niyyətimizi gözəl etsin, əməlimizi gözəl etsin, aqibətimizi gözəlləşdirsin, subhanallah. Deməli, İmam Qəzəli, Allah dostlarındandır, İhya Ulumiddin əsərində deyir ki, necə ki deyir, qeybət haramdır, pis düşünmək də haramdır, subhanallah. Yəni, insan hər zaman gözəl düşünməlidir, gözəl niyyətli olmalıdır, pis düşünmək olmaz. Yəni, Həsən el-Bəsri, İmam Qəzəli deyir ki, pis düşünmək də haramdır, subhanallah. Yenə Həsən el-Bəsri, radiyallahu anhu, Allah dostlarına olub, çox gözəl evliya Allah, çox gözəl Allah dostlarına olub. O da deyir ki, insan deyir, insana qarşı, Allaha qarşı hüsnü zənn edəndə, gözəl düşünəndə, Allah subhanahu teala onun bütün gözəl əməllərini gözəlləşdirər, subhanallah. Amma sui zənn edəndə Allah onun bütün əməllərini pisləşdirər. Allah sonumuzu xeyirli eyləsin, mübarək eyləsin, bərəkətli eyləsin, əməlimizi, ruhumuzu, əməlimizi gözəlləşdirsin. Allah söhbətimizi xeyirli, faydalı etsin.